Ağcabədidə 23 yaşlı şəxslə 13 yaşlı qızı nişanlayıblar. Ailələrin razılığına görə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış. Nişan məclisindən sonra qızla oğlan cinsi münasibətdə olublar. Qızın hamilə qaldığı məlum olduqdan sonra ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar. Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib. Zərər çəkmiş kimi tanınan 13 yaşlı Gülər və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb. Məhkəmənin hökmü ilə Şəhriyar barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Güclü külək Beyləqanda yas mağarını uçuraraq evin dam örtüyünə çırpıb. Hadisə rayonun İmamverdilər kəndində təşkil edilmiş Hacıyev Eldarın yas mərasimində qeydə alınıb. Nəticədə xəsarət alan olmasa da evə və mağaranın çadır və dəmir hissələrinə ziyan dəyib.